Bismillahirrahmanirrahim. Elhamdülillahi ve kefâ. Ve salâten ve selâmen alâ ibâdihillezîne istafâ ve alâ âlihi ve sahbihi ve men vâlâh. Allahümme erinel hakka hakkan ve rzuqna ittibâ'ah ve erinel bâtile bâtilen ve rzuqna ijtinâbeh ve lâ tec'alni tebis aleyna fenadîl. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefqahu kavli. Amma ba'd. Allah Azze ve Celle Celaluhu Subhaneh öz kitabında Ahzab suresində, həmçinin digər yerlərində insanların siniflərdən ibarət olmasını zikr edir. Mədinə əhlindən söhbət gedirdi. Və onlar içərisində də münafiqlər də vardı. Kim deyər kim kimi? Birinin adını çəkə bilərsiniz? Ha? Übeydullah, Abdullah ibn Selul. Sonra? Və çox idi. Və Əhzab surəsinə baxsaz görərsiniz ki, Allah Azze ve Celle onları zikr edir orada. Lə illəm yentehil münafiquna, ayət oxu bilərsən? Fil mədinəti vəl murcifuna. Fi qulubi maradun vəl murcifun. Deməli, münafiqlər və qəlbində xəstəlik olanlar vəl murcifun. Vəl murcifun. Nifaq əhli məlumdur. Onlar ki, Mədinədə ikən İslamı izhar eləmişdilər zahirdə və həqiqətdə onlar əsla iman etməmişdilər. Həqiqətdə əsla iman etməmişdilər. Münafiqlər idi. Və bunlara meyl edən, bunlara yaxın olan müzəbzəbin əhli fi qulubihim marad, qəlblərində xəstəlik olanlar da vardı. Həmçin murcifun, onların ləqəblərindən. Və Allah Azze ve Celle bir neçə yerdə Quran-ı Kərimdə deyir ki, وَمِنْ أَهْلِ الْمَد۪ينَةِ مُنَافِقُونَ. Və onların fikir versin Məkkə dönəmində yox idilər onlar. Mövcudluğu, baxarsın görəsin Mədinə dönəmində idi. Çünki niyə? Artıq Mədinə dönəmində İslam artıq Mədinədə bərqərar olundu və dövlət şəklini aldı, qərar tutdu və s. və s. Və burada insanlar vardı, müzəbzəbinə beynə dəlik, la ilə həulə. Və münafiqlər arasında elələr də vardı ki, bilmirdi başını hara vursun. İman mı edim, yoxsa öz dostlarından dönüm. Və onlar, əlamətləri onların var idi. Məşhur əlamətləri, onlardan biri namazlarda görsənməmək. Sübh və gecə namazlarında. Sübh namazında bizimki kimi lampalar yox idi belə. Projektorlar. Hamı bir-birini görür. Qaranlıqda gəlirdilər və gedirdilər. Və bu fürsət idi onlar üçün. Və görsənmirdilər onlar. Həmçinin gecə namazı, işə namazı. Və bu iki namaz onlar üçün ən ağır namazlardan idi. Və onların nifaqı kütləvi şəkildə izhar olunduğu ifk hadisəsində. Bundan öncə, misal üçün, bəzi əlamətlərlə bəziləri düşünürdü ki, onlardan idi. Necə ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem onların əlamətlərində demişdi ki, əfqalus salati alə münafiqin, münafiqlərə ən ağır olan namaz, sübh namazı və işə namazı, digər rivayətdə və asır namazı. Asır namazına gələndə isə deyə bilərsiniz ki, asır namazı nəyə çətindir? İsti ölkələrdə asır namazı qılmaq çətindir. Niyə görə? Zöhrü qılırsan, gəlirsən və çox şiddətli isti olur və yatandan sonra adam asıra oyana bilmir. Bu, isti ölkələrdə özünü büruzə verir. Həqiqətən adam yatağından qalxa bilmir. Çox çətindir. Yalnız iman sahibi özünü toparlayacaq iradəsini və s. və namaza qalxacaq. Və bunlar kütləvi şəkildə ümumən bilindilər ifk hadisəsində. İfk hadisəsində. Və möminlərin anası Aişə radiyallahu anhə və ardaha ona başladılar böhtan atmağa. Allah Azze ve Celle onu bərat etdi. O ki qaldı fəzilətinə umul müminin Sıddiqa bint-i Sıddiq. Allah Nəbisi sallallahu aleyhi ve sellem İmam Buxarinin rivayətində buyurur ki قال رسول الله صلى الله عليه وسلم يوما يا عائشة هذا جبريل
yuqri'uki səlam. Allah Nəbisi sallallahu aleyhi ve sellem günlərin bir günü Ayşəyə dedi: Ey Ayşə, bu Cəbraildir. Sənə salam söylür. Yəni, Əssəlamu aleyke ya Ayşə. Ayşə anamız deyir ki, və aleyhisselam və rahmetullahi və bərəkatuhu tərə məl ərə turidul Cibril. Və Ayşə anamız deyir ki, onun da üzərinə Allahın salamı olsun, rəhməti və bərəkəti. Ey Allahın nəbisi, görmədiklərimizi görürsən. Yəni, o Cəbraili yanında görmürdü. Cəbraili görmürdü. Mələklər də ki, qardaşlar, insanlardan fərqlidir. Onların etdiyi əmrlər Allah Azze və Cəllənin birbaşa izni ilə olur. Özlərindən olmur. Necə ki, Allah Azze və Cəllə buyurur ki, وَمَا نَتَنَزَّلُ إِلَّا بِأَمْرِ رَبِّكَ لَهُ مَا بَيْنَ أَيْدِينَا وَمَا خَلْفَنَا وَمَا بَيْنَ ذَلِكَ وَمَا كَانَ رَبُّكَ نَسِيًّا. Buyurur ki, mələklər haqqında, biz mələklər, Allah Azze və Cəllə buyurur ki, mələklər haqqında, biz mələklər yalnız Rəbbimizin izni ilə enirik və qalxırıq. Yəni, onun izni olmadan emirik və qalxmırıq. O ki, qaldı salam. Cəbrailin də salam verməsinin mənası, xatırladın o hədisi ki, Allah Azze və Cəl bir qulu sevərsə, Cəbraili çağırır. Yazıca gəldi. Səma əhli sevər, mələklər, sonra başqa mələklər, sonra yer əhli, sonra ona qabul qoyular yer üzərində. Hər kəs sevər. Və doğrudan da onu Ayşə radiyallahu anha möminlər sevər. Və bu da imanın əlamətindəndir. Və möminlər onu zikr edəndə və həmçinin ashab-ı kiramın hamısını hiss edərsən ki, möminlərdə iman artır. Və onu və başqa ashab-ı kiramı pis ilə zikr edənlər hiss edərlər ki, köksləri daralır. İşlərinə qaraltı gəlir. Həmçinin fəzilətlərdən Ayşə radiyallahu anha Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurur ki, Kəmrə minəd-dicali kəfir. Və ləm yekmun minən-nisai illə Məryəm bint İmran və Asiyə imra'atu Fir'aun və fadlu Ayşə alən-nisai kəfadl-fəridi alə səir ta'am. Ravahul Buxari, yəni də Buxarinin hədisidir. Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurur ki, kişilərdən kamil olan çoxdur. Yəni bir bəşər olaraq, bir məxluq olaraq. Kişilərdən kamil olan çoxdur. Ancaq qadınlardan isə bunlardır. İmran qızı Məryəm, Asiya, Firavunun yoldaşı, bunlar cənnət əhlidir. Asiya və Məryəm və qadınlar haqqında zikr edir ki, və fadl Ayşə və Ayşənin bütün qadınlar üzərindəki dərəcəsi, fəziləti səridin bütün yeməklərdən olan fərqliyi kimidir. Sərid nə deməkdir? Sərid Allah Nəbisi sallallahu aleyhi ve sellemin yeməklər arasında sevdiyi, ən çox sevdiyi yeməkdir. O da nədir? Ət, təzə kəsilmiş heyvanın əti suda pişirilir uzun müddət. O qədər pişir ki, ətin bütün tamı suya keçir. Ət yeyilir və həmin o suya xəmir və yaxud da ki, çörək doğranılır. Həmin o çörəyin, xəmirin ətin suyuna doğrulanmasına, ətlə qarışıq və ətsiz, onun suyla batırılıb yeyilməsinə bu yeməyə sərid deyilir. Sərid deyilir. Və sərid Allah Nəbisi sallallahu aleyhi ve sellemin ən çox sevdiyi yeməyidir və bu yeməyi onlar adətən qurbandan qurbana görərdilər. Qurbandan qurbana görərdilər, ətlər bol olanda. Və deyir ki, və Ayşənin fəziləti digər qadınlardan, onlardan üstünlüyü səridin digər yeməklərdən fərqli kimidir. Yəni, ən üstündür. Həmçinin Ammar bin Yasir radiyallahu anhu Allah buyurur ki, fəvallahi inni lə'arifu. Ammar bin Yasir ki, and olsun ki, Allah mən bilirəm. Nəyi bilir? Ənəhə zəvcəduhu fid-dunya vəl-əxirə. O, yəni Ayşə radiyallahu anhə Peyğəmbər sallallahu aleyhi ve sellemin dünyadakı və axirətdəki zövcəsidir. Yaxşı, dünyadakı zövcəsi məlumdur. Axirətdəki zövcəsi nə deməkdir? Yəni, Rasulullah sallallahu aleyhi ve sellem hara gedəcəksə, zövcəsi də onun yanında olacaq. Aydındır. Allah Azze və Cəl əslə möminlər haqqında belə buyurur. Cənnəti adinin ləti
Yox, Rahman kəlməsi gəlmir. Və deyir ki, cənnətə daxil olmaq. Və mən saləhə min əbəyihim və əzvacihim və zürriyyətihim. Deyir ki, onlar adi möminlərdən söhbət ələm gedir. Yəni, Firdevs əhlinə yox. Möminlər adın cənnətlərinə daxil olarlar və onların nəslindən olan salihlərdən ataları, anaları, zürriyyətləri və zövcələrdir. Aydındır. Yəni, onlar təzdən qovuşarlar cənnətdə. Və Ammar bin Yasirin radiyallahu anh and içməsi və deməsi ki, vallahi mən bilirəm ki, o, yəni Ayşə, Peyğəmbər sallallahu aleyhi ve sellemin dünyada və ahirətdəki zövcəsidir. Həmçinin yadına çıxartmayın ki, möhtərəm qardaşlar, At-tayyibət lit-tayyibin, At-tayyibun lit-tayyibət. Pak, yaxşı, gözəl olan, pak, yaxşı, gözəl olanlar üçündür. Və Allah Resulü sallallahu aleyhi ve sellem pak, yaxşı, gözəldirsə, demək ki, Quran-ı Kerimdə zikr olunan zövcə də ona seçilmiş zövcədir. Və Şeyx Raslan hafizahullah buyurur ki, sizcə Nəbiyullah Muhammedun sallallahu aleyhi ve sellemin dərəcəsi, dəyəri Allah qatında necədir? Kimdən soruşsa mı deyəcək ki, məlumdur. Eləysə murcifun və zandaqa ki, zən edirlər ki, Əbə Bəkrin və Umara kafirdirlər. Onlar ki, bunu zən edirlər. Sizcə Allah Azze və Cəlin yanında Rasulullahın dərəcəsi, hörməti o qədərdirmi ki, onu bir qəbirdə iki kafirin arasında sağından və solundan bastırmış olsun. Şeyh Raslan deyir ki, sizcə Allah qatında Rasulullah sallallahu aleyhi ve sellem'in dərəcəsi eləmidir? Yəni, onların zənni ilə desək, yəni iki kafirin arasında bir qəbirdə onu qiyamətə kimi saxlasın. Və Allah Azze və Cəl Subhanahu və Teala'nın yanında Peyğəmbər əsasının dərəcəsi nədir? Məlumdur. Eləsə onun yanında, qəbrində, sağından və solundan ən layiqli, ən şərəfli söhbəti seçib. Elə deyil. Qiyas elində özünüz. Elementar bir misal gətirir Şeyh Hafizullah. Və Ayşə radiyallahu anha Allah Nəbisi sallallahu aleyhi ve sellem vəfatı çatanda və ölüm xəstəliyi gələndə ona deyərdi ki, Əynə ənə qadən, Əynə ənə qadən turidu Ayşə hədisdə gəlir İmam Buxaridə. Onun vəfatı gələndə aleyhissalatu vesselam deyərdi ki, sabah mən hardayam? Yəni zövcələrindən hansının növbəsindəyəm, hansının evində olacam? Və Ayşəni istəyirdi. Və zövcələri məşvərət edirlər. Və hər kəs öz haqqından vaz keçir. Hubbən li Rasulillah. Rasulullah sallallahu olan sevgidən. Və neynirlər? Ayşə anamızın növbəsini son növbə edirlər. Ki, onun yanında, onun evində nə olsun? İalicə olunsun və dünyasını orada dəyişsin. Aydındır. Çünki dərk elədilər ki, bütün zövcələr radiyallahu anhun dərk elədilər ki, bütün zövcələr Peyğəmbər sallallahu aleyhi ve sellem ruhunu onun evində tapşırmaq istəyir. Və son müalicəsini onun yanında eləmək istəyir. Və Allah Nəbisi sallallahu aleyhi ve sellem bir ər kimi ən kamildir insanlar arasında. Ədalətlidir, insaflıdır. Fikir verin, Rasulullah sallallahu aleyhi ve sellem olmasına rağmen demir ki, məni Ayşənin yanına aparın, onun evində müalicə olunum. Bilir ki, qadınların haqqı var, növbə var. Növbə kimindirsə, onun yanına getməlidir. Bu səbəblə neynir? Kinayə edir, yəni işarə edir. Əynə ənə qadin və hansı halda qızdırma içində, sancılar içində, ağrı içində. Əynə ənə qadin, əynə ənə qadən, sabah kimin yanındayım, sabah kimin yanındayım və zövcələri yığışır, məşvərət edir ki, madəm ki istəyir ki, Ayşə anamızın yanında son günü olsun, elə isə sabah Ayşənin yanında olacaq. Və məşvərət edirlər. Allah Nəbisi sallallahu aleyhi ve sellem də onlardan izin istəyir və razı qalırlar və Ayşə anamızın evinə gətirirlər. Və Allah Nəbisi sallallahu aleyhi ve sellem dünyadan çıxanda onun mübarək dodaqlarından cövfünə keçən ən axırıncı şey Ayşə anamızın tüpürcəyi oldu. O da necə? O da necə? Allah Nəbisi sallallahu aleyhi ve sellem ruhunu Rabbinə Əzzə və Cələ tapşıranda
təbii ki, istirablı saatlar yaşayırdı. Və Ayşə anamız hətta rivayət edir ki, o məşəqqəti, o istirabı görəndə artıq heç kimin yüngül ölməyinə bundan sonra həsəd etmirdim. Və Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurardı ki, ona, yəni Rasulullah'a adi insanlardan fərqli olaraq 2 qat verirlər. Həmin o məşəqqət ölüm anında. Hətta dərəcəsi çoxalsın. Hətta savabları çoxalsın. Və Abdurrahman girir. İbn Əbi Bəkir, Əbu Bəkir oldu. Ayşə anamızın qardaşı. Əlində sivak. Və Rasulullah sallallahu aleyhi ve sellem sivakı görür. Onun əlində sivakı görür. Və gözü ilə sanki sivakı istəyir. Hətta danışa bilmirdi. O qədər istirablı saatda yaşayırdı. Hətta danışa bilmirdi aleyhissalam. Baxın Ayşə anamızın fikrinə. Zəkiyyə, Fatinə. Baxışlarından dərk edir ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem nə istəyir? O qədər diqqətli idi ki, Rasulullah sallallahu aleyhi ve sellemə qarşı. Baxışlarından dərk edir ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem Abdurrahmanın özünə yox, əlindəki misvaka baxır. Və tez Abdurrahmanla misvakı alır, işləmiş misvakı. Salır ağzına, çeynir. İşləmiş yerlərini kəsir dişlərindən və təmiz yerini düzəldir. Sonra onu yumşaldır, sonra tüpürcəklə leyyin edir, yumşaq edir və sonra Allah Resulü sallallahu aleyhi ve sellemə verir və o da dişlərini təmizləyir möhkəmcəsinə və dünyasını dəyişəndə onun mübarək dodaqlarından göğfüne gedən ən axırıncı şey Ayşə anamızın mübarək dodaqlarından çıxan tüpürcək olur. Və burada da bir müqayisə edin. Allah Resulü sallallahu aleyhi ve sellemin mənziləsi, dərəcəsi, dəyəri Allah qatında necədir? Onun huzuruna gedəndə nəyinə getmək istəyərdi? Sizdən biriniz nəyinə getmək istəyərdi? Ən gözəl şeylərlə, ən pak şeylərlə, ən gözəl şeylərə təmasda olmaqla, dəstəmaz kimi, düzdürmü? Kəlmə-i şəhadət kimi, düzdürmü? Allah Nəbisi sallallahu aleyhi ve sellem dünyadan çıxanda, Rafiqul A'la qovuşanda, Rəbbinə gedən ən pak şeylərdən, əlamətlərdən biri onun mübarək dodaqlarından göğfüne keçən ən axırıncı şey Ayşə anamızın tüpürcəyi oldu. Bu da Ayşə anamızın fəzilətidir, aydındır. O ki qaldı, münafiqlərin İmam Buxaridən çıxartdığı şübhəyə, şübhə də bu hədisdir, qardaşlar. 3489 nömrəli hədis İmam Buxaridə. Allah Nəbisi sallallahu aleyhi ve sellem hər dəfə bir zövcəsinin yanına gələndə adətən insanlar hədiyyə göndərərdilər. Xurma, süd, kimsə xəmirdən nəsə pişirərdi, aydındır. Və adətən bu hədiyyələr məhz Ayşə anamızın gecəsində olardı. Niyə görə? Çünki onlardan hər biri Rasulullah sallallahu aleyhi ve sellemin sevinməsinə cəhd göstərərdilər. Və bilirlər ki, Rasulullah sallallahu aleyhi ve sellem'i sevindirmək ibadətdir. Aydındır, onu razı qoymaq ibadətdir. Çünki qəsdi nədir? Allah Azəvəcəli razı qoymaq. Və Allah Resulü sallallahu aleyhi ve sellem məhz Ayşə anamızın gecəsini, onun növbəsini səbirsizliklə gözləyərdi və başqa qadınlardan fərqli olaraq onda 2 gecə idi. Çünki Səvdə radiyallahu arda öz gecəsini hədiyyə vermişdi Ayşə anamıza. Yaşlıydı. Və demiş ki, ya Rasulullah, öz növbəmi ona verirəm. 1-2 gün qalma səbəbi, ikinci də ki, Allah Resulü sallallahu aleyhi ve sellemin zövcələr arasında ən çox sevdiyi zövcə olmasına görə, ikinci Rasulullah sallallahu aleyhi ve sellemin ən xoşbəxt olduğu gün məhz o gün idi. Çünki ən çox sevdiyi zövcəsinin yanındaydı. Və 4-cü səbəbə də burada gəlir. Və bu səbəblə məhz Ayşə anamızın gecəsi, günü insanlar hədiyyələr göndərərdir. Hədiyyələr yağışı gələrdi. Süd göndərən, xurma göndərən, nəsə pişirib göndərən, aydın necə? O qədər çox hədiyyələr gələrdi ki, hətta zövcələri qısqandı aleyhissalatu vesselam. Qısqandılar. Və yığıldılar məşvərətlərini. Və Ummu Sələməni göndərdilər səfir kimi. Zövcələrdən birini. Ki, bu məsələ bir çarə qılsın. Ummu Sələmə gəlir və qadınların təklifini söylüyor. Onların narazı olmasını bu məsələdə. Və Allah Resulü sallallahu aleyhi ve sellem susur və heç nə cavab vermir. Ummu Sələmə ikinci dəfə gəlir. Yenə də deyir. Allah Nəbisi sallallahu aleyhi ve sellem susur, heç nə cavab vermir.
yenidən göndərilir. Üçüncü dəfə yenidən dindirir onu aleyhissalatü vesselam və Allah nəbisi sallallahu aleyhi ve sellem susur və işlə danışmır. Və üçüncü dəfə qəzəblənir artıq Allah nəbisi sallallahu aleyhi ve sellem və deyir ki, buyurur ki aleyhissalatü vesselam, mənə əziyyət vermə Ayşədə. Yəni səni bu söhbəti eləməyin mənə əziyyət verməkdir. Məni qəzəbləndirməkdir. Aydındır. Əziyyət vermə. Məni qəzəbləndirmə Ayşədə. Yəni bu Allah Subhanahu bir təqdiridir ki, insanlar məhz həmin gecə, həmin günü hədiyyələr çoxaldırdı. Hətta demək olar ki, ancaq o gün gəlirdi, az qalıb. O qədər çox gəlirdi. Və onun fəzilətini buyurur digər zövcələrdən fərqli olaraq. Nə deyir aleyhissalatu vesselam? فَإِنَّهُ وَاللّٰهِ مَا نَزَلَ عَلَيَّ الْوَحْيُ وَأَنَا فِي لِحَافِ امْرَأَةٍ مِنْكُمْ غَيْرِهَا. Və deyir ki, vallahi, Allah Nəbisi sallallahu buyurur ki, siz bilirsiniz ki, Qur'an məhz onun libasında mən olanda nazil olur. Lihaf, örtük, libas, həmçin başqa rivayətlərdə libas kəlməsi gəlib. Burada əl-murcifun, qəlbində mərəz olanlar, vəl-munafiqun, munafiqlər, və zandaqatil fəcəra, o insanlar ki, qəlbləri çürükdür və insanlar haqqında, özləri haqqında nə düşünürlərsə başqasında onun haqqında düşünürlər. Deyirlər, baxın, möcüzə tapmışıq Səhih Buxaridə. Nədir sizin möcüzəniz? Ya mən fi qulubihi marad, qəlbində xəstəlik olanlar dedilər ki, bu nə qəlbi hədisdir? Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, mən Ayşanın libasında oluram, lihafında oluram, thawbunda oluram, paltarında oluram. Və cürət etdilər, utanmadılar. Dedilər ki, subhanallah, hədisə baxın, qadın paltarı geyinir. Təbii ki, bu cürə təfsiri xarab, fitrətli, çürü qəlbli və Rasulullah sallallahu aleyhi ve sellemə və onun namusuna, zövcəsinə heç bir dəyər qiymət verməyən zındıqdan başqa heç kəs deyə bilməz. Halbuki bu hədisin təvili fitrəti səlim olan bir insan üçün şərhinə ehtiyac yoxdur. İnandırım ki, fitrəti səlim olan insan və bu hədisin şərhini bilməyən insan bunu doğma dildə hədisi oxusa, birbaşa başlayacaq ki, söhbət nədən gedir? Məhər Allah Azze və Cəl Əl-Baqara surəsində evlilərin gecə həyatını, evlilik həyatını libas adlandırmayıb mı? Hunnə libəsun ləkum və antum libəsun ləhum. Sizin zövcələriniz sizin libasınızdır. Siz də onların libasısınız. Elə deyil. Onda elə çıxır ki, onların təfsiri ilə getsək, kişilər qadın qardiroblarıdır, 5 yıl qadın asılmış, qadın paltarlarıdır. Onların təfsirindən belə çıxır da. Qadınlar da kişi paltarlarıdır. Nə qədər səfəh, nə qədər səfihlik. Və Allah Nəbisi sallallahu aleyhi ve sellem yaddan çarpmayın. Danışanda Qur'an-ı Kərimin kəlmələri ilə danışmağı sevərdi. Cümlələri Qur'an-ı Kərimdəki olan cümlələrlə eyni olurdu. Aydın necə? Və deyir ki, vallahi, mə nəzələ aləyyəl vahyu və ənə filihaf imraatin min kunnə qayraha. Və and içir, vallahi, demək istəyir ki, sanki xatırladın, yadınıza salın ki, Qur'an nə zaman nazil olur? Hansı qadının yanında, zövcəmin yanında olanda? Yalnız Ayşənin yanında. Yəni siz ey qadınlar, sizin evinizdə olanda, sizin gecələriniz birində olanda heç bir zaman Qur'an nazil olmamışdır. Qur'an nazil olma qadınların evində əgər baş veribsə, o da yalnız Ayşəmizin evində baş veribsə. Yəni o yeganə qadındır ki, onun gecəsi olanda, onun evində olanda Qur'an nazil olurdu. Sizdənsə başqalarının evində olanda heç bir zaman bu baş vermirdi. Bu ona xas olan fəzilətdir və mən onun lihafındayam və mən onun gecəsindəyəm. Libas, lihaf, örtük, istərsən diləndə bir insan yatanda istifadə etdiyi örtüktür. Həmçində nədir? Allah Azze və Cəl Subhanə insanların ürfündə eyib olan kəlmələri kinayə ilə Quran-ı Kərimdə zikr edir. Və Rasulullah sallallahu aleyhi ve sellem də həmin bu Rabbani tərbiyə və metodla gedərdi. Kinayə, yəni o kəlmələr ki, ürfdə insanlar arasında deyilməsi əyib sayılır. Onlar gözəl kəlmələr ilə
insanlar arasında məşhurlaşar və o kəlmə o yeri verərdi. Misal üçün, qait. Qait, böyük ehtiyac, tuvalet ehtiyacı. Allah Azze və Cəl Quran-ı Kərimdə onu qait kəlməsi ilə kinayə edir və insanlar arasında qait kimi bundan sonra tanınır. Qaitin lüğəti mənası səhrada kölgəyə düşən çuxur mənasına gəlir. Səhra, sonra qumdan olan dağ, sonra onun kökək yeri və həmin o qum torpağının düşdüyü kölgəyə qait deyilir. Adətən səhrada olarkən insanlar böyük ehtiyacını görməkdən ötürü elə yerlər axtararlar ki, nədir? İnsanlar baxanda artıq onları görməsin. Allah Azze və Cəl, aydın necə, bu yəni əməli, insan təbii ehtiyacını həmin səhradakı o torpaq toplumunun kölgəsi ismi ilə adlandırır, kinayə olaraq. Bu, Quranın öyrətdiyi əxlaqdır. Həmçinin qadınlar ilə yaşamaq, gecə onlarla bərabər əlaqə girməyə Allah Azze və Cəl Quran-ı Kərimdə "Hunnə libəsun ləkum və entum libəsun ləhum." Onlar sizin libaslarınızdır, siz də onların libasısınız kinayəsi ilə zikr eləmişdi. Və Rasulullah sallallahu aleyhi ve sellem İmam Buxarinin 3489 nömrəli hədisində də bu kəlmələrdən istifadə eləmişdi. Həzə və sallallahu alə nəbinə Muhammedin və alə alihi və sahbihi.